Rayonda bazı qızlara elçi gedirsən, birinci soruşurlar, Bakıda evin var. 25 yaşlı olan elçi gedir, soruşurlar, Bakıda evin var. Bu yaxınlarda da bir elçi gedib, qız da ki, bir aborot gedib ərə boşanıb gəlib. Soruşublar, Bakıda evin var. Sən atana Bakıda evi var. Oğlan da deyib, mən Bakıda yaşamıram axı, mən Rusiyada yaşayıram, orada da mənim 2 dənə evim var. Baxmırlar, oğlan tipi var, ağlı var. Əsas odur ki, Bakıda evin olsun. Dədən kətdə 20 illər zor güclə bir dənə ev tikibdir. Dədəsinin 60 yaşında eləyə bilmədiyin 25 yaşlı oğlandan tələb edirlər. Güya gəlib Bakıda nə edirsən? İldə 2 dəfə şəhərə çıxsan şükürdür. Orada yaşayan qohum əqrəbası da bir-birinin üzün yasdan yasa, toydan toya görür. İşi olan iş, ev olmayanda oturur elə evdə. Qohum əqrəbanın üzünü elə WhatsAppda görərsənsə elə oturmuşsan da rayonda. Rayonda belədir ki, qonşunun biri girir, biri çıxır, hər anla biraz qeybət baş qarışır. Qızlarda da günah yox deyə çox vaxtı analar eləyir. Deyir, mən qaldım rayonda, ömrümü çürütdüm, heç olmasa qızım geçsin şəhərdə, xoşbəxt olsun. O da ki, nə bilim, ya qismət.